Salam əziz müəllimlər. Bugünkü video izahımız idman oyunlarından handbol idman oyunudur. Handbol sözünün mənası əl topu deməkdir. İlk öncə sizlərə handbol idman oyunu tarixləri haqqında məlumat verim. Handbol yaradılıb 1898-ci ildə Danimarkada və yaradıcısı Holger Nielsen. Handbol Federasiyası yaradılıb isə 1946-cı ildə. Və handbol ilk dəfə Olimpiya oyunlarına daxil edilib 1936-cı ildə. Amma 11-in 11-ə handbol 1972-ci ildə isə kişilər arasında 7-nin 7-yə Olimpiya oyunlarına daxil edilib. 7-nin 7-yə. Və 1976-cı ildə isə qadınlar arasında 7-nin 7-yə keçirilib. 1976-cı ildə qadınlar, 1972-ci ildə isə kişilər və 1976-cı ildə SSR qalib olub. Və SSR komandasının tərkibində 2 Azərbaycanlı idmançı iştirak edib. Bunlardan biri Rəfiqə Şabanova, digəri isə Lüdmina Şabina. Və Azərbaycanda ilk dəfə 1957-ci ildə handbol klubu yaradılıb. Azərbaycanda ilk dəfə. Azərbaycanda 1992-ci ildə handbol federasiyası yaradılıb. Və həmən il 1992-ci ildə Azərbaycan Handbol Federasiyası üzv olub Beynəlxalq Handbol Federasiyasına. Və Azərbaycanın bir sıra uğurları var. Bunlardan biri 2017-ci ildə qadınlar arasında 4-cü İslam Həmrəylik oyunlarında qızıl medal qazanıb. 2017-ci ildə 4-cü İslam Həmrəylik oyunlarında qadınlardan yığma komandamız qızıl medal qazanıb. 2021-ci ildə 5-ci İslam Həmrəylik oyunlarında isə kişilərdən yığma komandamız isə gümüş medal qazanıb. Handboldan bilməli olduğumuz tarixlər bu qədər. Keçək oyun qaydalarına. İlk öncə handbolun komanda heyətindən danışaq. Handbolda bir komandada əsas heyət 7 nəfər olur. Ehtiyat heyəti isə ehtiyat da 7 olur. Amma beynəlxalq yarışlarda plus 2 ehtiyat ola bilər. Yəni beynəlxalq yarışlara 9 ehtiyatla da çıxa bilərik. Və handbol idman oyununda 7 əsas heyət demişik. Məsəl üçün, handbolda 6 nəfərlə də meydana çıxa bilərik, 5 nəfərlə. 5 nəfərlə də. Basketboldur, demişik, basketbolda 5 nəfər əsas heyətdir. Meydana çıxan zaman mütləq şəkildə 5 nəfər olmalıdır. 3-3 basketbolda demişik, 3 nəfər əsas heyətdir. Mütləq şəkildə 3-ü də meydanda olmalıdır ki, oyun başlanılsın. Həmçinin voleybolda demişik, 6 heyətdir. Mütləq şəkildə 6 idmançı olmalıdır ki, meydanda 6 idmançı olsun ki, oyun başlanılsın. Amma handbolda isə əsas heyət 7-dir. Əsas heyət 7-dir. 7 ilə meydana çıxa bilər. 6 ilə də çıxa bilər. Mütləq deyil 7 olsun. 6 ilə də çıxa bilər. 5 ilə də çıxa bilər. Amma 4 ilə çıxa bilməz. 5-dən azı çıxa bilməz. Minimum 5 nəfərlə çıxa bilər. Maksimum 7 nəfərlə. Və basketbolda, 3-3 basketbolda demişik ki, 5 nəfərlə çıxdı, 3 nəfər, 4 nəfərlə də oyun davam edə bilər, 3 nəfərlə də, 2 nəfərlə də. Artıq 2-dən az oyuncu qalarsa, texniki məğlubiyyət ələn komandaya. Bu basketbolda idi bu şəkildə. Handbolda isə 5 nəfərlə çıxdı, məsəl üçün biri qırmızı aldı çıxdı, qaldı 4 nəfər. Artıq buna hakimlər qərar verəcək. Oyun davam edilsin, yoxsa həmən komandaya texniki məğlubiyyət verilsin. Bu komanda heyətimiz, handbolun komanda heyəti. Handbol 2 hissədən ibarətdir. Hər hissəmiz 30 dəqiqə. Hər hissəmiz 30 dəqiqə. Ümumi oyun 60 dəqiqədən ibarətdir. Ümumi oyun 60 dəqiqədən ibarətdir. Və bu bəzən də deyilir 2x30. Yəni hər hissəmiz 30 dəqiqədən ibarətdir.
Və hissələr arası fasilə rəsmi yarışlarda 10 dəqiqədir. Hissələr arası fasilə. Beynəlxalq yarışlarda isə hissələr arası fasilə 15 dəqiqədir. Deyilsə ki, sual düşə bilər. Beynəlxalq yarışlarda handbolda hissələr arası fasilə nə qədərdir? 15 dəqiqə. Belə handbolda hissələr arası fasilə nə qədərdir? 10 dəqiqə. Oyun dedik 7 nəfərlə çıxmalıdır və meydana çıxdı. Oyun başlanıldı. Oyunun başlanğıcı püşkatma ilə başlanılır. Oyunun başlanğıcı püşkatma. Və püşkü qazanan komanda ya meydanı seçir, ya da mərkəzi, yəni hücumu. Və oyun bitdi. 60 dəqiqə bitdi. Hesab 2-2-dir məsəl üçün. Oyun bərabər qalıb. Oyun bərabər qalıb. Mütləq qaydadadır ki, qalib müəyyən olunsun. Bu zaman əlavə hissəyə gedilir. Əlavə hissə 2x5. 2x5. Burada dedik 2x30. Yəni 60 dəqiqədən ibarətdir. Hər hissəmiz 30. İndi isə əlavə 2x5-ə gedirik. Yəni hər hissəmiz 5 dəqiqədən ibarət oyuna gedirik. Ümumi 10 dəqiqə. Və bu əsas heyət bitdi. Əsas heyət bitdi. Əlavə oyun oynanırlarsa bu zaman 5 dəqiqə fasilə verilir. 5 dəqiqə fasilə verilir. 5 dəqiqədən sonra birinci hissə 2x5-in birinci hissəsi başlayır. Bu zaman da birinci hissə başlayan zaman püşkatma keçirilir. Burada da püşkatma. Püşkü qazanan idmançı komanda ya meydanı seçir, eyni oyun başlayan zaman olduğu kimi, ya meydanı seçir, ya da hücumu. Və püşkatma ilə başlanıldı və oyun 5 dəqiqə bitdi, 5 dəqiqə bitdi. Arasında fasilə olur 1 dəqiqə. Arasında fasilə 1 dəqiqə. 1 dəqiqədən sonra komandalar meydanda yerini dəyişir və oyun ikinci hissəsi başlayır. 2x-in 5-in. Və burada da oyun bərabər qaldı. Burada da oyun bərabər qaldı. Yenə əlavə 2x5 oynanılır. 2x5. Məsəl üçün basketbolda deyirik ki, oyun bərabər qalıbsa, qalib müəyyən olması üçün əlavə 2 dəqiqə fasilədən sonra əlavə 5 dəqiqə oynanılır. Yenə bərabərdir. Yenə ta ki qalib müəyyən olunana qədər 2 dəqiqə fasilə 5 dəqiqə oyun oynanılır. 3-3 basketbolda demişik ki, ilk 2 xalı qazanan, overtime-da ilk 2 xalı qazanan komanda qalib hesab olunur. Voleybolda da 2 xal fərqi olaraq. Burada necədir? Burada oyun başladı, bərabər oldu, 2x5 oynanılır birincisi. Sonra burada da bərabər, yenidən 2x5-in ikincisi oynanılır. Bərabər qalıbsa, 2x5-in ikincisi oynanılır. Yəni, hər hissəmiz yenə 5 dəqiqə ibarət olmaqla oynandı. Və hissələr arası, burada da bu bitdi. Bu bitdi. Burada bitdi. 2x5-in birincisi bitdi. 2x5-in ikincisine keçəndə 5 dəqiqə fasilə verilir. 5 dəqiqə fasilədən sonra 2x5-in birinci hissəsi başlayan zaman burada da püşkatma keçirilir. Artıq baxın, oyun əlavə oyundan hissələr oynanılır. Bir püşkatma keçirilir, ikinci püşkatma keçirilir. Artıq burada üçüncü püşkatmamızdır. Və hələ ki izahım davam edirəm. Sonda deyəcəm maksimum neçə püşkatma haqqında olaraq keçirilir oyunda, neçə dəfə minimum neçə püşkatma keçirilir. Bunların hamısını izahını verəcəm. Və oynanıldı. Və burada da hissələr arası fasilə 1 dəqiqə. Burada da oyun bitdi, 2x5-imiz bitdi. Və yenidən bərabər oldu. Bu zaman oyun penaltiləşməyə gedir. Penaltiləşməyə. Hər komanda üçün penaltiləşməyə. Hər komanda üçün 5 şans verilir. Hər komanda üçün. Hər komanda 5 dəfə zərbə vura bilər. Və bu penalti başlayan zaman da püşkatma keçirilir. Artıq 4-cü püşkatmamızdır. Püşkatma keçirilir. Nə üçün? Hansı komanda ilk zərbəni vurmaq üçün? Püşkü qazanmışam, ilk zərbəni vurmaq üçün. Amma qapını isə hakim seçir. Məsəl üçün, handbol idman oyunundan sonra futbol idman oyununun izahatını verəcəm. Futbolda məsəl üçün penalti heyətində, ətraflı izahda orada görəcəksin. Penalti heyətində 2 dəfə penalti atılır, püşkatma atılır. Birinin ilk zərbənin hansı komanda vuracağı üçün, birini isə hansı qapıya vuracağını seçmək üçün 2 dəfə püşkatma keçirilir. Amma burada penalti heyətində bir dəfə püşkatma keçirilir. İlk zərbəni hansı komanda vurmaq üçün. Amma hansı qapıya ilk zərbə vurulacağını, hansı qapıyla penalti vurulacağını hakim heyəti seçir. Və hər komandanın 5 şansı var. Bu 5 şansda da bərabərlik olarsa, hər komanda üçün 1-1 əlavə olunur. Ta ki qalib müəyyən olunana qədər. Bunu bildik. Və deyilərsə, oyun əlavə hissəyə gedərsə, penaltiləşməyə gedərsə, oyunda maksimum neçə püşkatma
atılır 4 dəfə. Oyunun əvvəli bir dəfə püşkatma. Birinci 2x5-in əvvəli. İkinci 2x5-in əvvəli. Və penaltı heyətində. 1, 2, 3, 4. 4 püşkatma. Oyun elə oyun əsnasında, yəni əlavələr oynamadan neçə dəfə püşkatma keçirilir? Minimum neçə püşkatma keçirilir? Bir dəfə. O da oyunun başlanan zamanı. Oyun başlayan zaman dedik, oyun başlayan zaman püşkatma atılır və hücumu hansı komanda edəcəyini, müdafiə hansı komanda olacağını, meydan hansı kim harda oynayacağını bilinir. Məsəl üçün, birinci hissədə solda birinci hissədə solda A komandası oynadı, sağda B komandası. İkinci hissəyə keçdikdə komandalar meydanda yerlərini dəyişir. Və birinci hissədə tutaq ki, A komandası başlayıb oyunu, A komandası başlayıb. İkinci hissədə avtomatik olaraq top verilir rəqibə, B komandası başlayır. Həmçinin 2x5-i əvvəlində penaltını püşkatma atılır. Məsəl üçün A komandası solda oynayıb, B komandası sağda. Və top A komandasında olub birinci hissədə. İkinci hissəyə keçiddə avtomatik olaraq B komandası ilə A komandası yerlər dəyişilir. Top verilir B komandasına. Və 2x5-in ikinci 2x5-də. Məsələn, A komandası solda oynayır, B komandası sağda. Yenə meydanda yerlər dəyişilir, B komandası keçir sola, A komandası sağa. Birinci oyunu məsəl üçün, burada B başlayıbsa, ikinci hissələr yerlərini dəyişəndə, hissələrdə yerlər dəyişildi və A komandası başlayacaq. İkinci hissədə A komandası başlayacaq. Püşkatmada da bildik, hansı qapıya vurulmanın hakim seçilir, yəni penaltı heyətində. Püşkatma atılır. Püşkü qazanan komanda ilk hücumu vurur, zərbəni vurur və qapını hansı zərbə, yəni zərbə hansı qapıya vuracağını da hakim heyəti seçir. Bunu bildik. O hissələr haqqında bildik. Handbol idman oyununda da, digər idman oyunlarında olduğu kimi time-out var. Və handbol idman oyununda 3 time-outdan ibarətdir. Və hər time-out necə götürülür, onun izahını verim. Birinci hissə, bu da ikinci hissə. 3 time-outumuz var. Və time-out necə götürülür? Top məndədirsə, A komandadırsa, bizim komandadırsa, time-out'u biz götürə bilərik. Daha siz, məsəl üçün, rəqib time-out götürə bilməz. Top hansı komandadırsa, time-out'u o götürür. Və məşqçi üçün 3 dənə kart verilir. Bu da yaşıl kart olur. Kartlar haqqında ümumi məlumat verəcəm. Yaşıl kart olur. Və yaşıl kartda T1, T2, T3. T3. Məsəl üçün, birinci hissədə, məsəl üçün, bir dəqiqə. T1, T2, T3. Məsəl üçün, birinci hissədə time-out götürürük. Məşqçi time-out, yaşıl kartı aparır, verir hakim masasına və hakim masasında time-out götürür. Və time-out çıxdı. Komanda istirahətdədir. Time-outun vaxtı 60 saniyədir. 1 dəqiqə yəni. Time-outun vaxtı 50 saniyə keçdi. 50 saniyə keçiddə time-outun bitməsinə 10 saniyə qalıbsa, bu zaman hakim fit salır, komandanı çağırır meydana. Və 60 saniyə bitdikdən sonra oyun başlanılır. Bunu bildik. Və məşqçi, time-out kartı olur məşqçidə. Məşqçi aparır time-out, məsəl üçün, birinci hissədə götürür birinci time-outun, aparır verir hakim masasına və time-out götürür. Və birinci hissədə, məsəl üçün, birinci hissədə 2 time-out götürübsə, ikinci hissədə 1-in götürəcək. Belə izah verim sizə. Məsəl üçün, bu birinci hissən. Birinci time-out birinci hissəndir. Götürdün. Götürmədin, daha ikinci hissəyə keçmir. Avtomatik olaraq silinəcək. Yəni birinci hissəndir. Götürsən də, məsələn, time-out nə demişik? Time-out istirahət vasitəsidir. Bunu könüllü götürürük. Komandanın ehtiyacı var.
məşqçi nəsə anlatmaq istəyir və yaxud oyunçular yorulub, bir dəqiqə time-out çıxırlar. Bu könüllüdür. İstəsəm heç çıxmaram. Burada texniki time-out yoxdur. Handbolda da texniki time-out yoxdur. Texniki time-out badmintondadır. Onu izahını verəcəm. Texniki time-outla time-outun fərqini demişdim. Məsəl üçün time-out könüllüdür, istirahət vasitəsidir. Yəni istəsəm götürə bilərəm. Amma texniki time-out odur ki, məcburi götürməlisən. Məsəl üçün onu da badmintonda izahını verəcəm inşallah. Bunu bildik. Bu birinci hissənin. İstəsən götür, istəsən götürmə. Yəni avtomatik olaraq sil. Götürmədin, ikinci hissəyə keçəndə silinəcək. Bu time-out üçüncü time-outdur. Bu da ikinci hissəndir. Ya əlavə hissəyə keçmir, ya da birinci hissədə götürə bilərsən. Bu time-out neytral deyək. Bunu istəsən birinci hissədə götürərsən. Məsəl üçün birini götürdüm, yenidən ikincini götürə bilərəm. Yenidən ikincisini götürə bilərəm. İstəsən ikinci hissədə götürə bilərsən. Birinci hissədə bir time-out götürdüm, palucunu time-out'u. İkinci hissəyə keçsəndə ikisini də götürə bilərəm. Belə deyim, birinci hissədə ikisini götürürsənsə, birinci hissədə ikisini götürsənsə, ikinci hissədə birini götürürsən. Birinci hissədə bir dənəsini götürsənsə, ikinci hissədə ikisini götürürsən. Birinci hissədə heç götürmədin, yenə də ikinci hissədə iki dənə götürə bilərsən. Yəni birinci hissədə götürmədiyin time-out ikinci hissəyə keçmir. Bunu yadda saxlayaq. Bunu bildik. Time-out'un vaxtı da 60 saniyə. Meydanımızı seçək. Meydanın mərkəzindən düz xətt keçir. Bu düz xətt meydanı iki bərabər hissəyə bölür və meydanın mərkəzində dairə var. Bu dairənin radiusu, yəni yarısı, radius 2 metrdir. Diametri isə 4 metrdir. Meydanımızı tam seçək. Bu bizim 6 metrlik, baxın, bu bizim 6 metrlik qapıcı meydanımızdır. Bu bizim 4 metrlik qapı xəttimizdir. Bu da penaltı xətti. Şimdi onların izahını verəcəm. Ümumi meydançanın uzunluğu 40 metr. Eni isə 20 metrdir. Və meydanda gördüyümüz xətlərin qalınlığı 5 santimetr. Amma yalnız qapı dirəkləri və qapı xətti 8 santimetrdir. Qapı dirəkləri, qapı xətti 8 santimetr. Qalan bütün xətlər qalınlığı 5 santimetrdir. Və bu 6 metrəlik, bir də onu da deyim, üzr istəyirəm. Qapının uzunluğu 3 metrdir. Hündürlüyü isə 2 metr. Bəzi müəllimlərimiz bunu qarışdırır, müəllim olmaq istəyən namizədlər qarışdırır. Bunu qarışdırmıyor. Fikirləşin ki, 3 metr qapı hündürlüyü olsa, ona əl çatmaq çətin olaraq. Heç əl çatmaz. Amma 2 metrə əl çatar. Bunun üçün uzunluq 3 metrdir. Hündürlüyü isə 2 metr. Bunu bildik. Və bu 6 metrlik qapı meydançası var ha. Bu qapı meydançası sırf qapıcıya aiddir. Yəni bura heç bir oyunçu, sahə oyunçusu, ya müdafiə olunan komandanın oyunçusu, ya da hücum edən komandanın oyunçusu girə bilməz. Bu hissə yalnız qapıcıya aiddir. Qapıcıdan başqa heç kim keçə bilməz. Necə keçə bilər? Məsəl üçün, müdafiə olunan komandadır, hücum edən komandadır. Sadəcə keçirəm. Heç nə yoxdur. Yəni, ya müdafiə olunan komanda irəlidə olmur, ya da hücum edən komanda. Sadəcə keçirdim. Bununla belə keçmək olar. Keçdim. Bu sırf qapıcıya aiddir. Qapıcı bir sıra məktubları var. Qapıcı burada, öz meydanında. İstədiyi bədən üzvü ilə, ayaqla, əllə oynaya bilər. Topu idarə edə bilər. Və qapıcı burada topu siliyib, qapı meydanından çıxa bilər. Topu silədim buradan. Çıxdım qapı meydanından. Amma topu tutdum meydanda, tutup çıxdım olmaz.
topu çilyərək keçə bilər. Və handbolda basketboldan fərqli olaraq topu əl açıq şəkildə çilənir. Basketbolda barmaqlarla çilənir. Burada əl açıq çilənir. Və burada qapıçı qapıçı öz meydanından çıxdı. Sahə oyunçuları kimi sahə oyunçularının nə qayda qanun tətbiq olunursa, qapıçının üstündə həmin qayda qanun tətbiq olunur. Məsəl üçün, sahə oyunçuları topa ayaqla toxuna bilməz. Dizlə, əllə, bədənlə, kəllə, başla bunlarla toxuna bilər. Amma ayaqla toxuna bilməz. Həmçinin qapı meydanında qapıçı olduqda istənilən bədən üzvü ilə toxuna bilər. Amma sahə oyunçusuna keçdim, sahə oyunçusu kimi iştirak edəcəm və sahə oyunçularının nə tətbiq olunursa, həmin qapıçıya da o qayda qanun tətbiq olunacaq. Və top ötürülən zaman yalnız bir əllə ötürülür. Bütün ötürmələrdə yalnız bir əllə ötürülür. Və məsəl üçün sahə oyunçusudur. Oyun zamanında topu yalnız bir dəfə qapıçıya ötürə bilər. Əlavə olaraq qapıçıya və burada qapıçı sahə oyunçusu qapı zonasına girə bilməz dedik. Rəqib gəldi, məsəl üçün rəqib gəldi. Topu bilərəkdən qapıçının üzünə atdı. Bu zaman həmən oyunçu qırmızı vərəqə verilir. İndi kartlar haqqında ümumi məlumat veriləcəm. Avtomatik o birbaşa oyundan kənarlaşdırılır. Əgər bilməyərəkdən topu atdı, gəldi sifətinə dəydi qapıçının. Bu zaman isə oyunçu 2 dəqiqə cəzaya çıxır. Bunu bildik. Əlavə olaraq top yan xəttdən, qapı xəttindən çıxmaqları deyim. Məsəl üçün topu atdım. Topu atır rəqib. Müdafiə olunan komandanın bütün oyuncularına, istər qapıçıya, istər sahə oyuncularına dəyib yan xəttdən top çıxarsa, bu zaman rəqib gəlir yandan başlanır. Yandan başlanılan zaman mütləq qaydada ayağın biri xəttin üzərində olmalıdır. Və rəqib səndən 3 metrə məsafəsi qoruyub saxlamalıdır. Qapıçıdan başqa sahə oyuncularına, qapıçı yox, sahə oyuncularına top dəyib, məsəl üçün müdafiə olunan komandanın qapıçısından başqa sahə oyuncularına dəyib qapı xəttindən top hava ilə, yerlə çıxarsa, bu zaman burada künc zərbəsi yoxdur. Künc nöqtəsindən yandan başlanılır. Və yandan başlanılan zaman, məsəl üçün qapıçıdan başqa sahə oyuncularına dəyib qapı xəttindən dığırlanaraq və yaxud da top yerlə çıxarsa, gəlir küşdən top atılır. Küşdən top yenə də bir əllə atılacaq. Künc zərbəsi yox, handbolda künc zərbəsi yoxdur. Yandan. Yenə bir ayaq xəttin üzərində top bir əllə ötürüləcək. Və birbaşa qapıya vurmaq olmaz. Topu atacaqlar 9 metrə. Bax, bu 40 xəttimiz 9 metrəlik xəttimizdir. Bu zaman ötürüləcək 9 metrə xəttin arxasına. Və top qapıçıya dəyib. Qapı xəttindən yerlə, hava ilə keçərsə qapıçıya dəyib. Bu zaman topu qapıdan zərbə ilə başlayacaq. Qapıdan qapıya birbaşa zərbə qol qeydi alınır. Qapıdan qapıya birbaşa zərbə qol qeydi alınır. Amma qapıçı öz qapısına vurduğu qol qeydi alınmır. Rəqib gəlir, künc nöqtədən başlayır. Qol qeydi alınmır. Mərkəzdən nə zaman oyun başlanır? Ümumiyyətlə, mərkəzdən nə zaman oyun başlanır? Birinci hissənin başlanğıcı, ikinci hissənin başlanğıcı. Oyun bərabər qalarsa, əlavələrə gedərəksə 2x5-in birinci hissəsinin başlanğıcı, ikinci hissəsinin başlanğıcı, 2x5-in ikincisinin birinci hissəsinin başlanğıcı, ikinci hissəsinin başlanğıcı. Və qol buraxan komanda, qolu buraxdığın komanda, məsələn, A komandası, B komandası. B komandası A komandasının qapısına qol vurur. A komandası gəlir, mərkəzdən başlayır. Və mərkəzdən başlanılan zaman, mərkəz dairəmiz varsa, bu zaman dairənin arxasında düzülür. Yoxdursa, bu zaman rəqib 3 metrə məsafə saxlayır. 3 metrə mərkəzdən başlanılan zaman məsafə saxlanılır. Gəldi, məsəl üçün, birinci hissənin başlanğıcı, hissələrin başlanğıcı deyək. Hissələrin başlanğıcı zamanı. O oyunu başlayan zaman oyuncunun bir ayağı mütləq xəttin üzərində olmalıdır. Və 3 saniyə ərzində topu başlamalıdır. 3 saniyə vaxt top əldə, 3 addım. 3 addımdan artıq hərəkət edə bilməzsən. 3 addım. Və top əldə 3 saniyə saxlaya bilərsən. 3 saniyədən artıq saxlaya bilmərsən. Və mərkəzdən başlanılan zaman 3 saniyə ərzində başlamalısan. Bir də penalti zərbələri zaman 3 saniyədən başlamalısan. Yandan başlayan zaman, qapıdan başlayan zaman, bu sərbəst zərbə zamanı
3 saniyə qaydası tətbiq olunmur. Mərkəzdən başladın zərbə zərbəsində bir də top əldə 3 saniyə qaydası yerinə yetirirsən. 3 saniyə qaydası. Mərkəzdən başlayan zaman, hissələrin başlanğıcı zamanı, mərkəzdən başlayan zaman oyuna başlayan oyuncudan başqa digər oyuncular hamısı öz meydanında yerləşir. A komandasının oyuncuları A meydanında, B komandasının oyuncuları öz meydanında B aslında. Amma məsəl üçün B komandası gəldi, A komandasının qol vurdu. A komandası gəlir mərkəzdən başlayır. B komandasının oyuncusu burada da olsa belə yenə mərkəzdən başlayacaq. Daha gözləməyəcək ki, A komandası B komandasının oyuncuları öz meydanına keçsin. A komandası mərkəzdən qol buraxdığı zaman da, bu anlayış qol buraxdığı zamandır. Hissələrin başlanğıcı zamanı yox, qol buraxdığı zaman. Daha gözləməyəcək. A komandası ilə başlayacaq. B komandasının istər oyuncusu burada qalsın, istər qalmaz. Amma A komandasının oyuncuları mütləq qaydada öz meydanında olmalıdır. Rəqib meydanına keçə bilməz oyunu başlayan zaman. Başladıqdan sonra hücumların qururlar. Və topu istədiyi qədər hər oyuncu siləyə bilər. Və komandalar meydanda nə zaman yerlərini dəyişir? Bayaq dediyim, yenidən meydan şəklində üzərində göstərdim. Birinci hissədə A komandası burada oynayıbsa, B komandası burada oynayıbsa, A komandası yəni solda, B komandası sağda oynayıbsa, ikinci hissəyə keçişdə B komandası keçir A-ya, A komandası keçir B-yə. Oyun bərabər qalası 2x5-in başlanğıcı zamanı yenə püşkatma atılır. Püşkatma məsəl üçün B komandası qazanıb. B komandası istəsə deyər keçərik, yerimizi dəyişir. Mən burada oynamaq istəyirəm. İstəsə deyər ki, bu meydan mənə yaxşıdır, burada oynayıram elə. Püşkü qazanarsa. Yəni püşkatma ilə təyin olunur və püşkü qazanandan sonra meydanda yerləşir və digər 2x5-in birinci hissəsi bildiyi püşkatma ilə ikinci hissəsinə keçişdə komandalar yenə hücum istiqamətlərini dəyişir. Bu qədər. Və penaltı zərbəsi var. Penaltı zərbəsi yerinə yetirilir 7 metrlik zonda. 7 metrlik xəttdən. Penaltı zərbəsini yerinə yetirən zaman, yəni A komandası, məsəl üçün B komandası gəlir A komandasına penaltı yerinə yetirir. A komandasının oyuncuları mütləq qaydada 3 metr məsafəni qoruyur, saxlayır. B komandasının oyuncuları isə 40 xəttin arxasında düzülürlər. B komandasının oyuncuları. Penaltı yerinə yetirən idmançı maksimum 1 metr arxadan vura bilər. Amma gəlib xətti tapdalayıb vura bilməz. Qapıçı isə bu 4 metrlik qapı xətti var idi. 4 metrlik qapı xəttinə qədər çıxa bilər. Xətti də tapdalaya bilər. Xətti hava ilə keçə bilər. Məsəl üçün əlləri, sinəsi biraz irəli doğru keçirdə bilər. Amma xətti tapdalayıb keçsin olmaz qapıçı üçün. Və penaltı zərbəsini nə zaman yerinə yetirir? Bu 40 xəttin daxilində 40 xəttin daxilində qayda pozuntusu olarsa penaltı və aşkar qol vəziyyətinin qarşısı alınarsa penaltı zərbəsi yerinə yetirilir. Və məsəl üçün oyunda qapalı arenada oynanılır və tavanın hündürlüyü 7-9 metr. Tavanın hündürlüyü 7-9 metr. Məsəl üçün qapalı arenada oynadıq. Qapalı arenada işıqlar söndü, zalın işıqları söndü. Bu zaman 7 metr penaltı təyin olunacaq. Qıraqdan fit səsi gələrsə 7 metr penaltı oyunu. Qıraqdan oyuna müdaxilə oynarsa, məsəl üçün gəldi məşqçi, azarkeşli gəldi girdi meydana 7 metr penaltı təyin olunacaq. Qıraqdan səsi gələrsə, oyuncu vuran oyunçunun topu aparan hücuma gedən oyunçunun fikri yaynarsa 7 metrə zərbə təyin olunacaq. Bunu bildik. Meydanı bildik. Keçək. Kartlara. Oyunda 4 cür kart var. Sarı, qırmızı, yaşıl, mavi. Yaşıl kartı dedik ki, time out'dur. Yaşıl kartımızı bildik, time out. İndi danışaq digər kartlardan. Sarı kart şifahi xəbərdarlıq. Qırmızı kart oyundan kənarlaşdırma. Mavi kart da oyundan kənarlaşdırmadır. Bir neçə oyundan kənarlaşdırılır. Mavi kart da amma hesabat işləri aparılır. Həmən oyuncu üçün hesabat aparılır. Bu mavi kart. Və sarı kartda xəbərdarlıq. Onu deyim. İlk olaraq kartlardan əvvəl bir nüansda izah edeyim. Burada oyuncunun
Məsəl üçün, oyunçunun xəbərdarlığı 1-dir. Oyunçunun xəbərdarlığı 1. Komandanın xəbərdarlığı isə oyunçunun xəbərdarlığı 1. Komandanın xəbərdarlığı isə 3-dür. Məsəl üçün bu nədir? Sarı kart nədir? Sarı kart nədir? Oyuncu sarı kart aldı. Oyuncu sarı kart aldı. Xəbərdarlıq, şifahi xəbərdarlığını aldı. Artıq ikinci xəbərdarlığı aldıqda, oyuncu 2 dəqiqəlik oyundan kənarlaşır. Şifahi xəbərdarlığını aldı, sarı kartı. İkinci xəbərdarlıqda 2 dəqiqəlik cəzaya gedir. Oyuncu 2 dəqiqə cəzalanır və komanda 2 dəqiqə azlıqda oynayır. 2 dəqiqə tamam olarsa gəlir meydana. Amma burada bir nüansı yadda saxlayaq. Oyuncu getdi 2 dəqiqəlik cəzaya. Komanda qol buraxarsa, məsəl üçün 1 dəqiqə 30-cu saniyədə oyuncu çıxıb kənara, 1 dəqiqə 30 saniyə keçib, komanda qapısına qol buraxarsa, 2 dəqiqə tamam olmamış oyuncu meydana gələ bilər. Amma komanda qapısına qol buraxmarsa, bu zaman 2 dəqiqə zaman cəzasını çəkib yenidən oyuna qayıda bilər. Piyadus ikinci xəbərdarlığını alarsa, yenə 2 dəqiqə zaman cəzasına çıxacaq, komanda azlıqda oynayacaq, 2 dəqiqə bitdikdən sonra eyni qaydada olduğu kimi qayıdacaq. Və üçüncü xəbərdarlıq alanda, bu zaman komanda 2 dəqiqə azlıqda oynayacaq. Komanda 2 dəqiqə azlıqda oynayacaq. Və həmən oyuncu meydana qayıda bilməz. 2 dəfə zaman cəzası aldıq. Bir oyuncu 2 dəfə zaman cəzası alandan sonra gəlir. Üçüncüsü artıq qırmızı kartla əvəz olunur. Üçüncünü aldıqda oyuncu, yəni komanda 2 dəqiqə azlıqda oynayır. Oyuncu qırmızı kartdan kənarlaşır. Məsələn, oyuncu kobudluq etdi, kobud oynadı. Bu zaman birbaşa qırmızı kart da verilə bilər. Yəni şərt deyil ki, ümumi zaman cəzasından sonra qırmızı kart verilsin. Bunu bildik. Komandanın 3 dedik var, limiti var. Bu nədir? Məsəl üçün, oyuncu komandanın 3 zaman limiti var. Məsəl üçün, oyuncu 1-ini aldı. Oyuncu 2 nömrəli oyuncu 1 xəbərdarlıq aldı. Komandanın limitinin üzərinə yazılacaq 1. Oyuncu ikincini aldı. Yenə komandanın limitinin üzərinə gələcək 1. Etdimi 2. Digər oyuncu, məsəl üçün 4 nömrəli oyuncu 1 dənə xəbərdarlıq aldı. Komandanın da üzərinə gələcək 1. Etdimi 3. 3 etdi. Komandanın demişik ki, limiti 3'dür. Üçüncü doldurub. Artıq oyuncu, məsəl üçün 6 nömrəli oyuncu ilk xəbərdarlığını alır. İlk xəbərdarlıq demişik. Oyuncu məsəl üçün oyuncu bir şifahi xəbərdarlıq alır. Oyuncu bir şifahi xəbərdarlıq alır. İkincini aldıqda zaman cəzasına gedir. 2 dəqiqəlik. Amma burada oyuncu komandanın faal limiti dolub. 3. Amma oyuncu ilk dəfədir şifahi xəbərdarlıq alır. Demişik, ilk dəfədə alanda oyuncu zaman cəzasına getmir. İkinci xəbərdarlıq alanda artıq zaman cəzasına gedir. Burada oyuncu ilk dəfə xəbərdarlığını alır. Amma komandanın faal limiti dolduğuna görə, dördüncünü komandanın faal limiti olur da dördüncünü etdiyinə görə avtomatik olaraq oyuncu zaman cəzasına gedir. Bu da bu şəkildə. Qırmızı kartı da bildik, mavi kartı da bildik. Komanda heyəti bildik, tarixlərdən bildik, oyun necə başlanılır, time-out'u bildik. Topun çəkisi çevrəsi. Qadınlarda 54-56 cm çevrəsi. Çəkisi isə 325-375 qram. Kişilərdə çevrəsi 58-60 cm çevrəsi. Çəkisi isə 425-475 qramdır. Bu da çevrəsi. Qapının da ölçüsünü bildik. 2 metrə uzunluğu, 2 metrə hündürlüyü, 3 metrə uzunluğu. Handbol idman oyunundan bu qədər.